Herkese salam. Necəsiniz? Bu günləri sual cavab vloqunu axır ki çəkirəm. Və çiçəkli bu dəqiqə. Mən sualları bir kağıza yazdım. Hətta bir dənəsini belə göstərim dəqiqə. Bir dənəsini belə göstərim. Belə bir kağızlara yazdım, gətirmişəm ki, burada cavablandıraq ilə birlikdə. Çünki mən köməkliyə kameram falan var deyə gəldik, burada çəkirik. İndi bu dəqiqə çiçəkildəyik. Çiçəklinin evin yanındayıq. İndi başlayaq, yavaşça sağlamaya başlayaq. Biraz tez-tez cavablandıracağım, çünki vaxtım o qədər də yoxdur. Keçdik başqa yerə və indi suallara cavablandırırıq. Ən sevdiyim rəng. Mənim ən sevdiyim rəng qırmızı və ağ rəngdir. Soft bənövşəyi rəngi də çox sevirəm. Sarı, açıq sarı, açıq mavi falan o rənglərdə biraz sevirəm, amma ən çox sevdiyim ağ və qırmızıdır. O bir sualımıza keçirik. Dostlar və sırala. Bir kimsə, iki kimsə. Onları sıralayayım. Mən onların falan dostum var. Onları sıralaya bilməyəm, çünki onlar xəttinə edə bilər və hamısı da, demək olar, hamısı da bu kanala baxır, hamısı da abunə falandır. Ona görə onları sıralaya bilmərəm. Amma 3 dənə birinci yerdir, qalan hamısı da ikinci yerlərdir. Bir çəkilək demişəm bəlkə. Çəkilək, bunu da gəlat. Çünki mən burada kömək edir. Sualları qoyub burada mənə rahatca götürə bilirəm. Neçədə oxuyursam, mən 7-yə keçdim. Bu dəqiqə yay tətilindəyik, amma 7-yə keçəcəm. Ən sevdiyim heyvan. Mənim ən sevdiyim heyvan it və pişikdir. İt və pişik, bir də ki, dovşan da sevirəm, amma ən çox itdən pişik sevirəm. Bizi çox istəyirsən, bu izləyicilərdir, yəni izləyicilər çox istəyirsən, yəni bunu demək istəyir bəralda. Bəli, istəyirəm, amma abunə olsaq daha çox istəyirəm. Bəziləri üçün götürürlər, girirlər kanala, baxırlar, sonra da sıxırlar, amma abunə olmurlar. Bəziləri də abunə olurlar. Arı. Ən sevdiyim gül. Niyə belə yaz səvqəsiz görsənir? Ən sevdiyim gül. Mənim ən sevdiyim gül qızılgüldür. Qızılgülün ağ nə deyək? Qızılgülün qırmızı və mavi rəngini çox sevirəm. Gəl buna. YouTube'ya nə səbəblə başladın? Mən onun səbəbinin, əslində səbəb yoxdur. Sadəcə dostum vardı, o kanal açmışdı. Mənə dedi ki, sən də aç. Mən də hələ bir açdım, maraqlı olsun deyə. Açdım. Sonra gördüm, yavaşca yəni abunə çoxalır, bəyəni falan gəlir. Mənim də xoşuma gəldi, get-gedə çəkdim vlog falan. Bir də gördüm, yəni abunə artır. Ona görə kanal belə oldu. Yəni səbəbi yoxdur. Özəl bir səbəbi yoxdur. Ən çox getmək istədiyim ölkə. Mən ən çox getmək istədiyim ölkə Türkiyədir. Türkiyəyə getmək istəyirəm, amma bir həftəlik falan gəzərəm oranı, hər yerini gəzərəm. Bir aylığa falan getmək istəmərəm. Əslində istəyirəm, amma nə bilim, bir həftə daha çox şey eləyərəm. Gedərəm bir həftə ərzində ancaq gəzərəm oralar, hamısını gəzərdim, gələrdim. Yəni Türkiyə, cavab Türkiyə. Tut. Ən sevdiyim dərs. Ən sevdiyim dərs Azərbaycan dili və İngilis dili. Bir də ki, texnologiyanı, əgər əşya falan düzəltməyi varsa, onu sevirəm. Bir də təsvirləyəni sevirəm. O bir sualımız. Ən sevdiyim qız adı. Mənim ən sevdiyim qız adı aləmdəki adlardır. Çiçək falan məsələn sevirəm. Lalə sevirəm, elə ad, belə gül adlar falan sevirəm. Bahar, dəniz falan, onları da sevirəm. Elə adları da sevirəm. Başqa. Ən sevdiyim geyinmə sual var. Mən şalvar köynək sevirəm. Belə bol olmasın, amma bol olsa daha qəşəng görsənir. Qısa cavablar verirəm. Tut. Külə gəldi. Yaşın. Bu boyda kağıza yaşın.
səliqəsiz yazmışam. Tezsiz yazmışam deyə. Mənim yaşım 12 yaşım var, 13 ay gedir. İndi orada elə sual var ki, ayı bir də demirəm, amma sual var ki, ad gün haqqında. Desən, ya o sualı desən cavablandırmışam, ya da hələ qalıb. Oy, hadi. Ad gün haqqında indi sual cavabı. Ad günüm 22 yanvar. Qışda daha iyi ki, yayda olsaydı daha şeylərdim, amma qışda çox maraqlı keçir. Qar vaxtları falan. Elə bir ki, mənim ad gün keçdik. Ad günümə 1-2 gün qalmış qar falan olur, ya da ad gün keçdikdən sonra 1-2 gün qalmış falan qar olur. Hətta keçən ilki ad günümdə o vaxtı qar falan olmuşdu. Ona görə bəzi gələ bilməmişdim. Tut. Ən yaxın dostum. Mənim ən yaxın dostum, dediyim kimi 10 dənə dostum var. 3'ü ən yaxın dostumdur. Qalanları isə ikinci yer tamamdır. Yəni bürcün nədir? Mənim bürcüm dolçadır. 2 dənə bürc gəlib. Yaşda desən 2 dənə yazmışam. Unutdum. Gəl. Ən sevdiyim yemək. Mənim ən sevdiyim yemək cücə plov, dönər, pizza. Onları çox sevirəm və mən ət olan sevmədiklərinizi deyirsə, ətlə olan əşya heç birisini sevmirəm. Bir dənə cüzə sevirəm. O da cüzədə həyət cüzəsi yemirəm, amma sadəcə mağaza cüzəsi. Deyərsiniz bəzilərinizin də əlkədə mağaza cüzəsi də elə həyətdən olur, amma mağaza cüzəsi daha yaxşı olur. Bir də ki, arada keyfimə düşəndə yeyirəm. Yəni çox havam olmayanı yemirəm. Kərimova. Onun şeyini də yazdım, kanalın adını da yazdım. Məni çox istəyirsən, mən onu tanıyıram, çox istəyirəm təbii ki də. Mən onu tanıyıram, yaz. Gəl. Bu neydi? Bunu cevaplandırmamışam. Bunu cevaplandıralım. YouTube'likdə səni ən çox dəstəkləyən kimdir? Oy, yıxıldım. YouTube'likdə ən çox səni dəstəkləyən kimdir? Məni dəstəkləyən çoxdur, amma ən çoxu da Çiçək də deyə bilərəm. Çiçək məsələn mənə ancaq yorum yazır, ancaq bəyənir, ancaq abunə olur. Kimi gördü məsələn deyər də bu kanala abunə ol falan, yəni böyük bir dəstəkliyimdir. Ancaq da kanalıma gidib çıxır və ancaq da onunla video çəkirik kanal üstündə. Çox çəkmişik, amma hamısı bu telefondadır. Çoxunu paylaşmamışıq, yəni 100 dənə falan, yəni rahat bu telefonda bu dəqiqə tapa bilərsiniz. Pul xərcləməyi sevirsən. Mən çox sevirəm pul xərcləməyi. Bu dəqiqə əlimə 100 manat düşsə, həmin dəqiqəsinə gedib xərcləyirəm. Yəni elə bir adamam. Sevirəm pul xərcləməyi. Neylə məşğul olur. Mən çox işlə məşğul oluram, amma birini deyim məsələn, buket etməklə məşğul oluram. Qutardı cavab. Sonuncu sualımızdır bu. Ən sevdiyim oyun. Mənim ən sevdiyim oyun gizlambaç oyunu sevirəm. Evcilik olur, məsələn, falan qurmaq olur da. Onu da sevirəm. Onu da qururuz falan, oyun oynayırıq. Hətta Hüseynlə də bir dənə qurmuşuq. Belə Əlim Səndə falan da sevirəm. Əlim Səndə, amma məktəbdə oynamayı daha çox sevirəm. Suallarımız bu qədər idi. Məncə yaxşı bir vlog oldu. Çox belə uzun da olmadı, çox qısa da olmadı. Kanala abunə olub, like edib, yorum yazmayı unutmayın. Bir də ki, Çoxsalın 336 abunəyəm, amma 350 abunə olmaq istəyirəm. Bye bye.